Məsələ 5. 3 bölü x çıxaq 2x bərabərdir 1 olarsa, 3 bölü x üstəgəl 2x ifadəsinin qiymətini tapın. Belə bir eynilikdən istifadə edirəm. A üstəgəl b-nin kvadratı bərabərdir. A çıxaq b-nin kvadratı üstəgəl 4ab. Və burada mənfi 2ab alınır. Mənfi 2ab ilə 4ab 2ab verir. Yenə də bu eynilik doğrudur. Yəni bu müxtəsər vurma düsturuna əsasən belə bir ifadədən, eynilikdən istifadə edək. Onda olacaq 3 bölək x üstəgəl 2x'in kvadratı, tətbiq eləyirəm bu iki ifadə, axtardığımız ifadəyə, bu düstura əsasən yazırıq. Verəcək, bunun qoşması A çıxaq B burada bu ifadədir. Olacaq 3 bölək x çıxaq 2x kvadratı üstəgəl 4 vuraq birinci ədəd, bizdə 3 bölək x vuraq 2x olur. Və bu da bərabərdir, çevirək. 3 bölək x çıxaq 2x vahidə bərabər olduğundan bu ifadənin yerinə vahidi yazırıq, 1'i yazırıq bu ifadənin yerinə. Olacaq 1'in kvadratı, x'lər burada ixtisar oldu. 4 vuraq 3, üstəgəl 4 vuraq 3 vuraq 2. Bu da bərabərdir 1 üstəgəl 24. Tapdıq 25. Deməli, biz aldıq ki, 3 bölək x üstəgəl 2x'in kvadratı 25'ə bərabərdir. Onda buradan çıxır ki, hər iki tərəfdən kök alsaq, kvadrat kök alsaq, 3 bölək x üstəgəl 2x bərabər olacaq. Kvadrat olduğundan üstəgəl çıx kök altında 25. Bu da bərabərdir, üstəgəl çıx 5. Beləliklə, 3 bölək x üstəgəl 2x ifadəsinin qiyməti üstəgəl çıx 5'ə bərabərdir.